Şurada yekəxana danışsan. Yekəxana nə danışır? Yolla Böyük bir iş görmürsən, hələ bir üzr istəmək var da. Belə üzr istəmək peşmanım da, mən üzr istəmək var düzdür. Belə olmanız zorlanmışsınız. Bununla bağlı nə deyə bilərsiniz? Olur. Bəs o hərəkəti nə üçün eləmişsiniz? Həmin şey olmuşsun, özüm olmuş. Hansı pəncərədən götür? Burada yatmışdı, burada. Tam danışır, aydın danışır, açıq danışır. Yatdım, biraz üstünü örtüm sıkılmıyor. Yox, bir insanı həyatdan məhrum edirsiniz. Onun əsaslı məqsədiniz nədən ibarət olur? Yəni, bunu izah edin, məhkəmədə eşitsinlər. Məqsədim olmuş, yəni gediş-gəliş olmuyor da, belə məqsəd olur. İndi bir insanın evinə gediş-gəliş olmayanda onu öldürmək lazım. Bir insanın nəyi, dağıcan hamısına. Aydındır, yəni bu ümumiyyətcə sizdə nəsillikcə qərara gəlinmişdi onu. Xeyr. Və niyə siz qərara gəldiniz ki, məsələni öldürmək lazımdır? Neçə yaşın var sənin? 24. 24 yaşından sənə sən o insanı yaratmışsan ki, onu da qətl etirsən. Həmin vaxtı onun yanında kimsə var idi? Qardaşı olur ki, Adı bilirsiniz? tarixli şahidin. O oyandı, yoxsa yatılı idi? Yormağın boğulması var, boğulması için boğulması. Ona bir söz dediniz və yaxsa bir tələb Xeyr, edildiniz? heç nə. Orada yazış, pısaq, heç məndə pısaq olmur, məndə pısaq olacaq, pısaqla var, məndə pısaq olmur. Yox, aydındır. Deyirəm, ondan bir şey tələb edildiniz, nəyinsə yerindəsiniz və yaxud da... Və sizin o hərəkətinizi necə qəbul edədir? Heç nə demərəm, heç. Sənin nə qolun olur o? Qoğum benim, nə qoğum demə. Yoldaşı. O kişi sənə nə idi? Həmin. Əmin? Hə. Əminin həyat yoldaşı sən qoğum sağlayırsan. Bir dörə kilir, 4-cü arvatdır, mən nə qoğum ki? Yox, belə 40-cı arvat. Əminlikdən çıxartmışsan onu. Hali? Əminlikdən çıxartmışsın. Gəl çıxmış kim şeydir.